Jurnalist Eliso Kiladze Gürcüstan Cinayət Məcəlləsinin 180-ci və 194-cü maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr müvafiq olaraq dələduzluq və qanunsuz gəlirlərin leqallaşdırılmasını nəzərdə tutur. Kiladze ittihamı qəbul etmir. Onun vəkili Valeri Gelbaxyaninin sözlərinə görə, müdafiə tərəfi üçün hələlik istintaqın qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı konkret olaraq nəyi nəzərdə tutduğu və ittihamın hansı sübutlara əsaslandığı məlum deyil. İş materiallarının vəkilə bugün təqdim olunacağı gözlənilir. Xatırladaq ki, Gürcüstan prokurorluğu qondurma kol mərkəzlər, dələduzluq və çirkli pulların yuyulması işi üzrə 10 nəfərə ittiham irəli sürüb. Onların arasında Otar Parçixaladze və Eliso Kiladze də var. Kol mərkəzləri işi ilə bağlı siyasi spektrdən müxtəlif qiymətləndirmələr səsləndirilir. Müxalifət nümayəndələri bildirirlər ki, məsələ ətrafında çoxlu suallar və şübhələr mövcuddur. Onların bir qismi məsuliyyəti Gürcü arzusunun üzərinə qoyur. Hakim komanda isə bəyan edir ki, hökumət cinayətkarlığa qarşı barışmaz mübarizəni davam etdirir. Georgi Baçyaşvilinin vəkili mediaya açıqlama verib. Levan Maxaraşvilinin sözlərinə görə Baçyaşviliyə qarşı açılmış hər 3 cinayət işi dayandırılıb və prosesual razılaşma əldə olunub. Mülki mübahisə isə barışıq əsasında başa çatıb. Gürcüstan prokurorluğunun məlumatına görə Baçyaşvili istintaqla əməkdaşlıq edib və dəymiş ziyanı ödəyib. Bunun əsasında ona şərti cəza və cərimə nəzərdə tutan prosesual razılaşma tətbiq olunub. Baçyaşviliyə Gürcü arzusunun təsisçisi Bidina İvanişvilinin kriptovalyutasını mənimsəmə işi üzrə 11 il azadlıqdan məhrum etmə cəzası verilmişdi. Tbilisi şəhər məhkəməsində Çorçana işi üzrə məhkəməyə qədər iclas keçirilir. Tərəflər sübutlarını təqdim edir. Müdafiə tərəfi bildirir ki, Georgi Qaxaryaya qarşı ittiham əsassızdır və prokurorluğun heç bir sübutu yoxdur. Qaxarya bir neçə ay əvvəl Gürcüstanı tərk edib hazırda Almaniyadadır. Prokurorluğa görə o Çorçana kəndi yaxınlığında işğal xətti boyunca əlavə polis postunun qurulması barədə qərarı tək başına verib. Nəticədə təxminən 100 hektar meşə sahəsi işğalçı qüvvələrin nəzarətinə keçib və silahlı qarşıdurma riski yaranıb. Qaxarya ittihamları qəbul etmir. Ona qarşı ittihamlar 13 ilə qədər həbs cəzasını nəzərdə tutur. Bugün parlamentdə qiymətləri araşdıran Müvəqqəti İstintaq Komissiyasının növbəti iclası keçiriləcək. Bu dəfə görüşdə çörək və un məmulatları, şirniyyat və digər qida məhsulları istehsal edən yerli şirkətlər iştirak edəcəklər. Müzakirələr bazarın strukturu, qiymət formalaşması zənciri və sektorun əməliyyat prosesləri ətrafında aparılacaq. Komissiya 14 nəfərdən ibarətdir. Parlament çoxluğu ümid edir ki, problemlər müəyyən edildikdən sonra sektor sağlamlaşmağa və istehlak məhsullarının qiymətləri azalacaq. Müxalifət isə Gürcü arzusunun siyasətini tənqid edir və bunu fars adlandırır. Ağ Evin mətbuat katibi Caroline Levitt bəyan edib ki, İranla danışıqlarda irəliləyiş əldə olunub, lakin tərəflər bəzi məsələlər üzrə hələ də razılığa gələ bilməyiblər. Onun sözlərinə görə Donald Trump qərarları ABŞ-ın maraqlarını əsas götürərək verir və bu məsələyə çox ciddi yanaşır. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, əgər 2 aylıq atəşkəs rejimi təmin olunsa, Ukrayna nəzəri cəhətdən seçkiləri keçirə bilər. O, bu barədə Britaniyalı jurnalist Piers Morgana müsahibəsində danışıb. Prezident Cenevrədə keçirilən danışıqlara da toxunaraq qeyd edib ki, ərazi məsələsində Ukrayna, Rusiya və ABŞ-ın mövqeləri fərqli olub. Zelenskinin sözlərinə görə növbəti görüşdə İsveçrədə keçiriləcək. O, həmçinin vurğulayıb ki, Ukrayna NATO-ya üzvlük üçün tələb olunan bütün şərtləri yerinə yetirib, lakin yekun qərarı alyansın üzv ölkələri verəcəklər. ABŞ prezidenti Donald Trump bugün Vaşinqtonda Sülh Şurasının ilk iclasına ev sahibliyi edəcək. Ağ Evin mətbuat katibi Caroline Levitt'in sözlərinə görə Şuraya üzv ölkələr Qəzzanın bərpası və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar. Bildirilib ki, bu məbləğ Qəzzanın yenidən qurulması və humanitar yardım fonduna yönəldiləcək. Sülh Şurasına isə vəsaitin necə bölüşdürüləcəyinə qərar verəcək. Bugünkü görüşdə 20-dən çox ölkənin nümayəndəsi iştirak edəcək.
NATO-da ABŞ səfiri Matthew Whitaker bəyan edib ki, ABŞ Avropanı tərk etmir və müttəfiqlərini dəstəkləyir. Lakin onun sözlərinə görə yeni dövrdə Avropa öz müdafiəsinə özü daha çox diqqət yetirməlidir. O əlavə edib ki, ABŞ-ın qarşısında bir sıra mühüm məsələlər, o cümlədən Çinin güclənməsi və yaxın şərqdəki vəziyyət dayanır. Buna görə də Avropanın öz qitəsində müdafiəni gücləndirməsi vacibdir. Daxili İşlər Nazirliyinin Mərkəz Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz gətirilməsi faktının qarşısını alıblar. Polis Tbilisi Beynəlxalq Hava Limanında və Sarpi sərhəd keçid məntəqəsində narkotik cinayəti ittihamı ilə Ukrayna, Türkiyə və ABŞ-ın 3 vətəndaşını saxlayıb. Hüquq mühafizə orqanları təqsirləndirilən şəxslərin üzərində və baqajında aparılan axtarış zamanı müxtəlif növ narkotik və psixotrop maddələr, o cümlədən 300 qrama yaxın kokain, həmçinin metadon və psixotrop tərkibli 350 həb aşkar edərək maddi sübut kimi götürüblər. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.